Diqqət! Bakının bir sıra yolları bağlanacaq. Zəfər günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədi ilə 5-6 noyabr tarixlərində saat 10-dan 16-yadək paytaxtın bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək. Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli və 8 noyabr prospektinin bir hissəsi, Ağşəhər bulvarı, Xəqani Rüstəmov küçəsindən Yusif Səfərov küçəsinə qədər hərəkət məhdudlaşdırılacaq. Paytaxtın cənub giriş qapısından sürücülər Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı Salyan yolunun 14-cü kilometrliyindən Lök-Vətən dairəsi istiqamətində 3-cü kənar dairəvi yolla 20 yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət edə bilərlər. Eyni zamanda 20-ci sahə Bayır qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur. Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət etmək istəyən sürücülər Şəmsi Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Yusif Səfərov küçəsindən keçməklə hərəkət edə bilərlər. Eldərev prospektindən Yasamal rayonu və digər istiqamətlərə gedən sürücülər isə Yusif Səfərov küçəsindən keçməklə 28 may, Rəşid Behbudov, Füzuli və Abdullah Şahin küçələrindən hərəkət edərək keçə bilərlər.